Hər vaxtınız xeyir dəyərli dostlar. 16 yanvar 2025-ci il Kiyev şəhərində təxminən saat 16:30-dur. Əziz dostlar, bir anda görüşə bilmədik, texniki imkanlarımızı məhduddur. Amma görüşə bilməyəndən sonra bir neçə doğrudan da mənə ciddi təsir edən məktublar aldım. O cümlədən Ukraynadan köçən, Avropada yaşayan Azərbaycanlı ailədən, mənim üçün əziz olan insanlardan, halbuki görüşməmişik heç amma ki, abi tanışıq, müharibə başlayandan deməli doğmalaşmışıq və bütün ailə müraciət ediblər ki, çox xahiş edirik, yəni onsuz da əhvalımız burada yaxşı deyil o mənada ki, Rusiya informasiya məkanı bizi üstələyir. Ona görə elə pozitiv məlumatlar ancaq sizdən alırıq. Ona görə çox xahiş edirik, hansısa formada heç olmasa gündə bir dəfə sizi efirdə görək, birbaşa efirdə görək ki, salamatçılıqdır, görək ki, şəhər yaşayır, görək hər şey qaydasındadır. Ona görə bugün axşam bütün məhdudiyyətlərə baxmayaraq təbii ki, görüşəcəyik. Kiyevdə 13-14 dərəcə şaxta var indi. Amma inandırıram sizi bir az qala 20 dərəcəyə yaxın hiss olunur, tükünəmişlikdir. Özünüz də görürsünüz, deməli Safiyə meydanındayam. İnşallah həmişə olduğu kimi axşam saat Bakı vaxtı ilə ya 22 ya 23-də, yəni bəzi texniki işlərdən asılı olacaq, görüşərik və həmişə olduğu kimi deməli danışarıq, bölüşərik, danışarıq və buradan Leyla bacıya, həyat yoldaşına, hamıya çoxlu salamlar göndərirəm ki, nigaran olmasınlar. Hər şey qaydasında olacaq, şəhər yaşayır. Možda pokazat. İnsanlar həyatları davam elətdirirlər. Və axşam hökmən efirdə görüşərik. Çalışacağım ki, görüşək. Yəni aydındır ki, bizdən asılı olmayan səbəblər ola bilər. Bu səbəbləri də çalışaraq hansısa bir formada texniki cəhətdən həll edir. Mən hər birinizə xoş axşam arzulayıram və efirdə görüşənə qədər. İnşallah görüşərik, tanışarıq. Sağ olun. Hələlik.